Eyvaz Zeynallı Tənha nar ağacı. Əsərin həm oxusunu verəcəyik, həm də təhlilinə baxacağıq. Başlayaq. Deyir, il quraqlığı gəlmişdi. İl necə idi? İl quraqlığı gəlmişdi. Dağların başını örtən nazik qar, örpək, Novruz bayramından bir neçə gün keçmiş, əriyib torpağa hopmuşdu. Deməli, Novruz bayramından sonra olan bir hadisəni deyir. Novruz bayramından bir neçə gün keçmiş, əriyib torpağa hopmuşdu. Yaz aylarında daşqını, selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi öz içində boğulmuşdu. Yazın leysan yağışları yoxa çəkilmişdi. Günəşin şüaları torpağı qovurduqca təzəcə baş qaldıran cücərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri budağında quruyan ağaclar yarpaqların xəzələ döndükcə, ağacların yarpaqları deyir, xəzələ döndükcə sanki yasa batırdı. Havaların belə keçməsi insanların əhvalını əməlli başlı korluyurdu. Burada belə deyək, havaların pis keçməsi, yəni pis deyəndə həddindən artıq isti olduğunu görürük və bu insanların da əhval-ruhiyyəsinə təsir etmiş olduğunu görürük. Tez-tez rayonlara, yer yurdlarından qaçqın düşmüş qohumlarına baş çəkməyə gedən İlqar bu mənzərələri seyr etdikcə darılır, qaşqabağı açılmırdı. Nə qədər quraqlıq keçsə də darılır, cənnətdir indi bizim yerlər, həsrət qalmışıq yurdumuzun gözəlliklərinə, xəyalından dönə-dönə keçir, köksünü ötürürdü. Deməli, onun nitqindən nə verilirdi, nə qədər quraqlıq keçsə də darılır, cənnətdir indi bizim yerlər, həsrət qalmışıq yurdumuzun gözəlliklərinə, xəyalından dönə-dönə keçir. Bunu belə deyək, fikirləşir. Sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də nə gündüzlər, nə də gecələr rahat ola bilirdi. Deməli, harda işləyirdi? Universitetdə işləyirdi. Kimlərin tövsiyəsi ilə? Sevimli müəllimlərinin tövsiyəsi ilə. Daha sonra doğulub boya başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. Deməli, yuxularına nə girirdi yuxularına? Doğulub boya başa çatdığı dağlar, həmçinin kürsülü evləri. Su quyusunun yanında özəli ilə əkdiyi körpə nar ağacının nazik, kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı ki, sonuncu dəfə isə yuxusuna girən kəndləri, atasının uyuduğu qəbristanlıq ona elə aydın görünürdü ki, bu gənc müəllimi yerindən oynatdı. Deməli, su quyusunun yanında nə əkmişdi? Bir nar ağacı əkmişdi və deyir ki, xəyalında o nar ağacını neynirdi? O kövrək yarpaqlarını deyir, xəyalında o qədər tumarlayırdı ki, sonuncu dəfə isə yuxusuna girən kəndləri yuxusuna girir. Atasının uyuduğu qəbristanlıq onun yuxusuna girir. Elə aydın görünürdü ki, gənc müəllimi yerindən oynatdı. Həmin bu kənd və bir də qəbristanlıq. Daha sonra indi onu nə rahat yataq, nə də universitet həyatı, nə də quracağı karyera maraqlandırırdı. Həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözləyir. Dan yeri sökülməz yerindən qalxıb əl-üzünü yuyur. Üst başını səliqəyə saldı. Onun bütün hərəkətlərini izləyən Səlminaz xanım təəccübünü gizlətmədi. Səlminaz xanım kim idi? İlqarın anası idi. Səhər erkən xeyr ola, oğul, bu nə təmtaraqdır, iclasınız var. Elə bilirdi ki, yenə məktəbə gedir. Amma görürdü ki, fərqli bir abu-havadadır. Deyirdi ki, təəccübünü gizlətmir və deyir ki, bu nə təmtaraqdır, iclasınız var. İlqar gülümsündü, mülayim səslə. Ana, vacib görüşə gedirəm. Bugün hərbi komissarlığa dəyməliyəm. Hara deyir dəyməliyəm? Hərbi komissarlığa dəyməliyəm. Deyəndə ananın ürəyi qopdu. Ananın ürəyi qopdu. Oğul, müharibə başlayır. Yox, amma əvvəl-axır başlamalıdır da. Hərbiçi olmağa qərar verdim, ana. Bəs işin gələcək karyeran, bunu ana sual verir. Torpaqda olan olan alimin nə işi, nə də karyerası olar. Deməli, deyir ki, torpağı tapdaqda olan, işğal altında olan alimindir nə işi, nə də karyerası olar.
Səlminaz məhəbbət yağan gözlərini oğlunun üzündən ayıra bilmədi, dərindən köks ötürüb, Tanrım nəzərlərini üstündən əskik eləməsin, bala, dedi. Deməli, belədir, ona etirazını bildirmir. Düzdür, bir ürəyi səksəkəyə düşür, bir həyəcan keçirdir, amma ona mane olacaq bir hərəkətini görmürük. Deyir ki, Tanrım nəzərlərini üstündən əskik eləməsin. Aha. Çox keçmədi ki, leytenant rütbəli İlqar Əhmədli en saylı hərbi hissəyə göndərildi. Deməli, ona hansı rütbəni verirlər? Leytenant rütbəsini verirlər. Leytenant rütbəli İlqar Əhmədli en saylı hərbi hissəyə göndərilir. O elə ilk gündən taqım komandiri kimi xidmətə başladı. Deməli, hansı vəzifədə, hansı işdə olur? Taqım komandiri kimidir, xidmətə başladı. Daha sonra dözülməz istilər cəbhənin Füzuli bölgəsində keçən ön xəttində xidmət edən əskərlərin işini xeyli çətinləşdirmişdi. Harda? Füzuli bölgəsində idilər və deyir Füzuli bölgəsində keçən ön xəttində xidmət edən əskərlərin işini xeyli çətinləşdirmişdi. Nə qədərdir gənc, güclü olsalar da günlərlə davam edən şiddətli istilər bəzən onları da təntidir, haldan hala salırdı. Günorta saatlarında yanar kürə kimi dolanbac səngərlərin üzərindən asılaraq od əliyən günəş sanki bu seçmə oğulların iradəsini sınağa çəkirdi. Onların deyir, sanki iradəsini sınağa çəkirdi. Nə? Günəş, istilik. Taqım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır. Taqım komandiri İlqar Əhmədli, həmin bu oğlan, səngərdən deyir, kənara çıxmır, əskərlərin ilə bərabər keşik çəkirdi. Məsələn, onun ixtiyarı var idi da, gedib başqa bir yerdə otursun, məsələn, sərinlikdə filan, amma yenə də o əskərləri ilə çiyin neynir? Keşik çəkir, onlarla bərabər olur. Səngər boyu gözlərini qarşı tərəfə zilləyən əskərlərin dözülməz istidən şikayətlənməməsi, bir sərin dalanacaq arzulamaması bəzən onu kövrəltsə də sinəsi qürurla qabarırdı. Deməli, əskərlər şikayətlənmirdilər, nə də ki dalanacaq arzulamırdılar. Bu İlqarı həm kövrəldirdi, həm də onu bir qürurlandırırdı ki, gör nə qədər vətənini sevən oğullar var ki, şikayətlənmirlər, bir dalanacaq, yəni bir kölgəli axtarmırlar. O, baxışlarını səngər boyu düzülən əskərlərindən ayırıb, durbinlə qarşı tərəfi müşahidə elədi. Adətən güclü istilər zamanı başını qoruyan düşmən tərəfdə açıq-aşkar canlanma duyulurdu. Deyir, əslində deyir, isti vaxtlarda deyir, onlar neynirdilər? Başlarını qoruyurdular da istilərdən adi vaxtda. Amma deyir, hindi orada nə var idi? Sanki deyir, bir canlanma deyir, müşahidə olunurdu. Komandir durbini gözündən çəkmədən dedi. Düşmən tərəfdə canlanma var. Sərvaxt olun, silahları hazır vəziyyətə gətirin, istənilən an atəş açıla bilər. Deməli, komandir deyəndə burada İlqarı nəzərdə tutur ki, durbinlə baxır və deyir ki, sərvaxt olun, yəni hazır olun və silahları hazır vəziyyətə gətirin, istənilən an atəş açıla bilər. Komandir səhv eləməmişdi. Bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Ardınca isə mina atanlar işə düşdü. Səngərin lap qarşısına düşən minalar partlayır, qəlpələr ölüm saçırdı. İlqar bilirdi ki, mina yağışının ardınca düşmən piyadaları hücuma keçəcəklər. Komandir qərargahla əlaqə saxladıqdan sonra əmr elədi. Deməli, birinci qərargahla əlaqə saxlayır. Daha sonra əmr eləyir. Aha, görək nə əmri verir? Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Güllə məsafəsinə, yəni gəlib çatsınlar ki, yaxından vura bilək də. Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Doğrudan da qarşı tərəfdən cavab almayan düşmənlər çox keçmədən səngərdən çıxdılar, əvvəl ehtiyatla, sonra isə sürətlə irəli şığıdılar. Komandirin işarəsi ilə silahlar işə düşdü. Öndə gələnlərin əksəriyyəti yerə sərildi, qalanlar isə minaların açdığı çalalara sindilər. Hücum uğurla dəf edilmişdi, əskərlərin üzərində xoş bir ifadə görünürdü. Ertəsi gün İlqar Əhmədlini qərargaha çağırdılar. Ertəsi günü, həmin o günü yox, ertəsi günü İlqar Əhmədlini deyir, qərargaha çağırdılar. Yəni, belə deyək də, o atışma İlqargilin xeyrinə nəticələnmişdi və ertəsi gün İlqar Əhmədlini
qərargaha çağırırlar. Nə üçün çağırıldığını bilməyən zabit bir qədər həyəcanlı idi. Deməli, həyəcanlanmışdı, çünki bilmirdi nəyə görə çağırılıb. Qərargah rəisi polkovnik Nağıyev otağa daxil olan bu ucaboy, yaraşıqlı zabiti diqqətlə süzərək əyləşin, dedi. İlqar əyləşdi. Polkovnik əlindəki qələmin arxası ilə stolu astaca döyəcləyib soruşdu. Demək, universitetdə müəllim idiniz. Bəli, cənab polkovnik. Hərbi xidməti seçdiniz və karyeranı qurban verdiniz. Elədir ki, var. Bəs nə üçün hərbi xidmətə gələrkən israrla bu bölgəyə göndərilməyinizi istəmişsiniz? İlqar susdu. Qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. 1993-cü ilin isti yay günləri bir-birini əvəz edirdi. 2 il idi ki, kənd qorxu, səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan eləmişdi. Ölənlərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da var idi. İlqar danışığına ara verdi. Deməli, bunları danışır. Danışığında görək hansı məqamlara toxunur. Deməli, 1993-cü ildir. İsti yay günləri bir-birini əvəz edirdi. 2 il idi ki, kənd qorxu, səksəkə içində yaşayırdı. İsti yay günləri idi orada da. Elə gün olmurdu ki, deyir, kənd mərmi atəşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan eləmişdi. Neçə evi? 6 evi. Ölənlərin arasında hətta kim də var idi? Məktəblilər də var idi. Kiçik yaşlı uşaqlar da var idi. Məktəbli və kiçik yaşlı uşaqlar. İlqar danışığına ara verdi. Bunları danışmağa nəyə ehtiyac var ki, fikrindən keçirdi. Bunu hiss eləyən qərargah rəisi mehriban səslə. Deməli, bunları danışmağa nəyə ehtiyac var ki, bunu nitqində demir. Bunu sadəcə İlqar fikrindən keçirdir. Yəni, deyir, artıq bunları danışmağa nəyə ehtiyac var ki, zaten məlumdur da, özünüz də bilirsiniz kimisindən. Amma bunu dilinə gətirirmi? Xeyr, sadəcə düşüncəsində düşünür. Və bunları sanki belə deyək, qərargah rəisi sanki bunları İlqarın beynindən keçənləri oxuyurdu da. Bunları hiss edən qərargah rəisi mehriban səslə danışın, necə olubsa hamısını söyləyin, dedi. Şahid olduğu hadisələr çox sürətlə, bəzən də əlaqəsiz şəkildə yaddaşında təzələnəndə leytenant özünü ələ almağı bacardı. Xatırladı ki, məktəbdə dərslərə tez-tez ara verilirdi. Partlayış səsi eşidən kimi müəllimlər əl-ayağa düşür, şagirdləri təhlükəsiz yerə aparmağa çalışırdılar. Gecələr yuxudan qışqıraraq ayılan uşaqlarını valideynlər məktəbə qorxa-qorxa göndərirdilər. Deməli, əgər sual düşsə ki, onlar məktəbə göndərmirdilər, bu yanlışdır. Çünki qorxa-qorxa deyir göndərirdilər. Deməli, göndərirdilər. Kənddə yaradılan könüllü müdafiə dəstəsinin cəmi 4 avtomatı var idi. Kənddədir yaradılan könüllü müdafiə dəstəsinin cəmi 4 avtomatı var idi. Neçə dənə? 4. Bu nə idi? Könüllü müdafiə dəstəsi. Deməli, kənddə könüllü müdafiə dəstəsi yaratmışdılar və onların cəmi neçə avtomatı var idi? 4. Dövlət adamları 2 il əvvəl qapı-qapı gəzib ov tüfəngilərini yığmışdılar. Neçə il əvvəl? 2 il əvvəl. Deməli, 2 il əvvəl qapı-qapı gəzib ov tüfəngilərini yığmışdılar. İnsanlar hər gün bizim həyətimizdə toplaşır, kəndin sayılan, seçilən ziyalısı olan Mürsəl müəllimin, atamın məsləhətlərini dinləyir. Silah olmasa da gənclər yalın əllə postlara yollanırdılar. Deməli, insanlar hər gün harda yığışırdılar? Məsələn, İlqargilin həyətində toplaşırdılar. Kəndin sayılan, seçilən ziyalısı kim idi? Mürsəl müəllim. Mürsəl müəllim, yəni atam, yəni İlqarın atası idi. Məsləhətlərini dinləyir, silah olmasa da gənclər yalın əllə postlara yollanırdılar. Atamın səyi ilə sonralar 8 avtomat və 12 əl qumbarası da tapılmışdı. Deməli, birinci 6 dənə idi, sonradan isə 8 avtomat oldu. Deməli, tapıldı və 12 də əl qumbarası. Deməli, 8 avtomat, deməli, avtomatların sayı artır. Həmçinin əlavə olaraq 12 əl qumbarası da tapılmışdı. Avqustun ortaları idi. Deməli, nə vaxt? Avqustun ortaları. Deməli,
Səksəkəli günlər bir-birini əvəz edirdi. Hər gecə posta gedən atam cümə axşamı evdə qalmışdı. Nə zaman cümə axşamı evdə qalmışdı? Heç özündə deyildi. Elə bil nəsə itirmişdi. Səhər tezdən həyətdə gəzir, sevə-sevə saldığı bağçanı, əkdiyi meyvə ağaclarını diqqətlə nəzərdən keçirirdi. Axşama yaxın atam məni qonaq otağına çağırdı. Nə zaman? Axşama yaxın. Əlini kürəyimdə, saçlarımda gəzdirdi, aram-aram danışmağa başladı. Anandan, bacından müğayət ol. Mən sənə inanıram. Bilirəm ki, ağıllısan. Həm də axı böyük kişi olmusan. Deməli, ona bir növ anasından, bacısından müğayət olmağa tapşırır. Deyir, mən sənə inanıram. Bilirəm ki, deyir, ağıllısan. Həm də deyir, axı böyük kişi olmusan. Bunlar onun mənə dediyi son sözlər idi. Bəli, deməli, İlqara atasının dediyi son sözlər məhz bu hissədə olan sözlər idi. Anandan, bacından müğayət ol, mən sənə inanıram, bilirəm ki, ağıllısan, həm də axı böyük kişi olmusan. Həmin gecə şiddətli atışma oldu. Kənddə bütün gecəni bir nəfər də gözlərini yummadı. Rayon mərkəzindən polislər gələnə qədər kəndimiz düşmənin qarşısında dağ kimi dayandı. Onlar postlarımıza yaxın düşə bilmədilər. Kömək gələndən sonra düşmən hücumu dayandırıldı. Hava işıqlaşmamış, postdan yaralıların və ölənlərin olması barədə xəbərlər gəlməyə başladı. Hamımız çarəsiz idik. Nə edəcəyimizi bilmir, doqqazlardan, yollardan yığışmırdıq. Doqqaz da yəni qapının ağzından. İlk gətirilən yaralı çiyninə çalın çarpaz sarğı qoyulmuş qonşumuz Əkbər əmi idi. Deməli, ilk gələn yaralı kim idi? Qonşumuz Əkbər əmi idi. İlk gətirilən yaralı. Bir saniyə. İlk gətirilən yaralı kim idi? Qonşumuz deyir, çiyninə çalın çarpaz qoyulmuş, sarğı qoyulmuş qonşumuz Əkbər əmi idi. Kim? Əkbər əmi. Çox qan itirdiyi üçün rəngi ağappaq olmuşdu. Onun pıçıltı ilə Heyif Mürsəl müəllimdən sözlərini eşidən qadınlar şivən qopardılar. Deməli, Heyif Mürsəl müəllimdən sözlərini eşidən qadınlar şivən qopardılar. Bütün kəndlərdən atamın dəfninə gələnlər var idi, amma onların heç biri mənə atasızlığımı unutdura bilmirdi. Yeganə təsəllim onunla birlikdə dolaşdığım hər daşında, ağacında atamın söz sığalı qalan yerlər idi. Bir neçə gündən sonra avqustun 23-də qaçqın həyatımız başladı. Deməli, bu hadisələr avqust ayında baş verir və avqustun 23-də deyir, nə baş verdi? Qaçqın həyatımız başladı. Çox acı çəkdik, amma bir gündə doğma kəndimizi unutmadım. Cənab polkovnik, vətənim o baş bu başı olmaz. Cənab polkovnik, vətənin deyir o baş bu başı olmaz. Amma bu yerlərin hər dağı, daşı mənə tanışdı. Bütün giriş çıxışlarını tanıyıram. Çünki elə bir yer olmayıb ki, atam mənə göstərməmiş olsun. Bu səbəbdən hərbi xidmət üçün buranı seçdim. Deməli və burada açıqlayır ki, nə üçün buranı seçmişəm. Atam deyir, mənə göstərməmiş bir yer yox idi və bu səbəbdən hərbi xidmət üçün buranı seçdim. Çünki deyir, buranın hər qarışına bələdəm. İlqar Əhmədli sözünü bitirib qərargah rəisinin üzünə baxdı. O, razılıqla başını tərpətdi. Bizim bu torpaqları yaxından tanıyan hərbiçilərə böyük ehtiyacımız var. İndi öz taqımına get, vaxtı gələndə sənin verdiyin bilgilərdən yetərincə istifadə edəcəyik. İlqar Əhmədli qərargaha gələrkən nə qədər həyəcanlı idisə, indi bir o qədər sakit idi. İçindən gələn bir səs ona astadan pıçıldayırdı. Lap yaxınlarda nəsə baş verəcək. Doğma yurda aparan yollarda yaşıl işıq yanacaq. Deməli, bir gələcəyə ümid onun, belə deyək, gələcəyə ümid onun ürəyində bir, belə deyək, öz toxumunu əkmişdi. Hərbi hissədə aramsız təlimlər davam edirdi. İlqar Əhmədlinin taqımı həmişə fərqlənir və komandanlığın təşəkkürünü qazanırdı. Belə anlarda o deyirdi, bizim təlimlərdə fərqlənməyimiz təşəkkür almağa görə deyil. Torpaqlarımızın azadlığı üçündür. Torpaqlarımızın azadlığı üçündür. Nə günəşin istisi, nə payızın çiskini, nə də qışın sazağı bizi qorxudacaq. Yəni bizi deyir heç nə qorxutmayacaq. Nə günəşin istisi, nə payızın çiskini,
Nə də deyir qışın sazağı. Biz qisasımızı elə almalıyıq ki, düşmən bunu ömrü boyu unutmasın. Bir də bizə qarşı çıxmağa cəsarət eləməsin. Son günlər yüksək rütbəli zabitlərin hərbi hissəni ziyarət etməsi, müxtəlif tapşırıqların verilməsi tezliklə nəyinsə başlanacağına işarə idi. Bunu bütün şəxsi heyət anlayırdı. Sentyabrın sərin mehi, yayın nəfəs kəsən istisini xeyli yumşaltmışdı. Artıq sentyabr ayı olur. Deməli, onlar nə vaxt qaçqın düşmüşdülər? Avqustun 23-də. Sentyabr ayında artıq sərin meh deyir, əsməyə başlayır. Artıq deyir, yayın nəfəs kəsən istisini xeyli yumşaltmışdı. Təkəmseyrək görünən ağacların bəzisi sarı sırğalarını qulağından assa da, bəziləri zümrüd donu dəyişməyə tələsmirdi. Yəni, bəziləri deyir saralsa da, bəziləri hələ də yaşıl qalmışdı. Aramla əsən külək budağından qopan xəzəlləri səngərə tərəf qovanda İlqarın yadına xəzanı vaxtsız gələn öz bağları düşürdü. Özü də bilmədən ünvanı bəlli olmayan suallar verirdi. Buna nə vaxt son qoyulacaq? İntiqam anı nə vaxt yetişəcək? Belə anlarda o dərindən kök sötürür, bəzən hissə qapılsa da doğma torpaqlara qayıdacaqlarına inanırdı. Belə anlarda deyir, o dərin kök sötürür, bəzən hissə qapılsa da doğma torpaqlara qayıdacaqlarına inanırdı. Deməli, gələcəyə ümidli idi. Bax, doğma torpaqlara deyir, qayıdacağına inanırdı. Bizim obrazımız ümidlidir. Cənab leytenant, sizi gözləyirlər. Yaxınlaşın, əskərin səsi İlqarı düşüncədən ayıltdı. Deməli, cənab leytenant, sizi gözləyirlər. Yaxınlaşan əskərin deyir, səsi İlqarı düşüncələrdən ayırdı. O, tələsik səngər boyu irəlilədi. Təpənin ayağında rəngi torpaqdan seçilməyən bir maşın onu gözləyirdi. Deməli, rəngi torpaqdan seçilməyən, yəni boz. Yarım saatdan sonra o, briqada komandirinin yanındaydı. Komandirlə söhbəti çox qısa oldu. Briqada komandirinin yanına gəldi və komandirlə söhbəti çox qısa oldu. Kəndinizin yerləşdiyi ərazini, qonşu kəndləri xatırlayırsanmı? Kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar? Deməli, bunları ondan kim soruşur? Briqada komandiri soruşur. Ki, kəndinizin yerləşdiyi ərazini deyir, qonşu kəndləri xatırlayırsanmı? Kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar? O yerlər hər gün İlqarın gözləri qarşısında canlanırdı. İndi sanki oraları görmüş kimi hər şeyi yerli yataqlı danışmağa başladı. Kəndlərin adını, rayon mərkəzinə gedən yolları bir-bir xatırladı. Leytenant danışdıqca qarşısındakı xəritəyə, kəşfiyyatın hesabatlarına diqqətlə baxan komandir eşitdiyi məlumatların dəqiqliyinə heyrətlənirdi. O, sonda gülümsər baxışlarla zabiti süzüb, razılıq əlaməti olaraq başını tərpətdi. Tələsmədən stuldan qalxan briqada komandiri əlindəki qovluğu dəmir seyfə qoyub İlqara tərəf çevrildi. İndi onun üz gözündən mehribanlıq yağırdı. Növbətçinin yanında ol, arxanca gələcəklər. Tankçıların səninlə söhbəti var, dedi. İlqar hərbi qaydada təzim edib qapıdan çıxdı, işıqları yanıb sönən iri bir cihazın qarşısında oturan növbətçi əli ilə küncdəki stulu göstərdi. Bu, otur, gözlə demək idi. Həyəcandan İlqarın ürəyi çırpınır, gicgah damarları şiddətlə atırdı. Fikirlər beynində bir-birini qovurdu. Bəli, zaman yetişib, intiqam qisas alacağımız gün yaxındadır. Görünür, o yerləri görməyə qismətimdə var imiş. Gözəl sentyabr səhəri açılmışdı. Deməli, sentyabr ayı idi. Göyün üzü tərtəmiz, hava sərin idi. Amma bütün bunları duyan yox idi. Uzaq vuran topların səsi aləmi başına götürmüşdü. Deməli, göyün üzü tərtəmiz, hava sərin idi. Amma bütün bunları duyan yox idi. Uzaq vuran topların səsi aləmi başına götürmüşdü. Bir növ təbiətin gözəlliyi ilə hadisələr, belə deyək, əks qütb təşkil edir. Hava əslində gözəldir, amma hadisələr necədir? Başına götürülmüşdü. Nə? Topların səsidir, aləmi başına götürmüşdü. Tanklardan atılan mərmilərin çıxardığı səs vahimə yaradırdı. Deməli, təbiətin gözəlliyi ilə hadisələr əks qütb təşkil edir. Yəni, necə deyərlər, vəhdət təşkil eləmir.
Artilleriya atəşindən sonra ordumuz Araz çayı boyunca hücum əmri aldı. Artilleriya atəşindən sonra ordumuz Araz çayı boyuncadır hücum əmri aldı. Tankların arxasınca irəliləyən piyadalar atəşə ara vermirdilər. Mahmudlu kəndinə ilk gələn İlqarın taqımı oldu. Hansı kəndə? Mahmudlu kəndinə gələn deyir. İlk girən İlqarın taqımı oldu. Mahmudlu kəndi, Mahmudlu. Bu elə qəfil baş verdi ki, qaçmağa macal tapmayan düşmən əlbəyaxa döyüşü də uduzdu və xeyli canlı qüvvə əsir alındı. İlqar doğma kəndlərini tanıya bilmədi. Deməli, İlqar hansı kənddən imiş? Mahmudlu kəndindən imiş və deyir ki, İlqar doğma kəndlərini tanıya bilmədi. Hər tərəf xarabazara çevrilmişdi. Bu İlqar deməli doğma kəndlərini tanıya bilmədi. Sual düşə bilər ki, görən kimi tanıyır? Yox. Deməli tanıya bilmir. Hər tərəf xarabazara çevrilmişdi. Salamat qalmış bircə bina da yox idi. Sökülmüş evlərin daşları bir-birinə qarışmışdı. Həyətləri qamış basmış, bir-birinə keçən qurumuş otlar bütün cığırları örtmüşdü. İri tut bağlarından nişanə qalan adda-budda qaralan Kötük qəbristanlığı idi. Kötük qəbristanlığı. İki əskərlə həyətlərini axtaran İlqar, deməli tək axtarmır. İki əskərlə həyətlərini axtaran İlqar gözlərinə inana bilmirdi. Əlinin içi kimi tanıdığı kəndlərinin elə bil ki, altını üstünə çevirmişdilər. Heç nə yerində deyildi. Deməli, əgər desə ki, nəsə nişanə qalıb, xeyr, heç nə deyir yerində deyildi. Birdən onun gözləri işıqlandı. Quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı. Deməli, tək nişanə nar ağacı idi ki, nar ağacı tək nişanə qalmışdı. Deyir, quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı, nar ağacına. Dağıdılan evlərin, talanan bağların şahidi indi yalnız o idi. Dağıdılan evlərin, talanan bağların şahidi indi deyir, yalnız o idi. Yəni nar ağacı idi. Bunu işarələyək. Nara deyir, heç nə olmamışdı. Tənha nar ağacı gərdənini tarım çəkərək dimdik dayanmışdı. Üstünə bircə nar var idi. Deməli, hətta üstündə bircə dənə də nar var imiş. Böyük idi. Qabığı da qıpqırmızı. Böyük idi. Qabığı da qıpqırmızı. İlqar ağacın meyvəsinə ehmalca toxundu. Ürəyi gizildədi. Çünki bu adi meyvə deyildi. Bu adi meyvə deyildi. Bu kənddə qalan yeganə canlı idi. Evlərinin, əşyalarının, həyətlərinin yadigarı idi. Deməli deyir, bu kənddə qalan yeganə canlı idi. Nə? Nar ağacında olan yeganə o nar. İlqar uşaqlıqda olduğu kimi onun nazik yarpaqlarını tumarlamaq istədi. Onlarda əvvəlki yumuşaqlıq, kövrəklik yox idi. Deyir ki, İlqar uşaqlıqda olduğu kimi onun nazik yarpaqlarını tumarlamaq istədi. Onlarda əvvəlki yumuşaqlıq, kövrəklik yox idi. Tənhalıq bu zərif yarpaqları da kobudlaşdırmışdı. İlqar kövrəlmişdi. Deməli, bu yarpaqlar artıq əvvəlki qədər zərif deyil idi. Onlar kobudlaşmışdı. Bütün ağrılara baxmayaraq dözümü ilə həqiqi sahibinin gələcəyini gözləyən bu ağac kəndin keçmişinin, varlığının timsalı idi. Deməli, nə idi? Kəndin keçmişinin, varlığının timsalı idi, deyir. İlqar kənardan şəklini çəkən, İlqarın deyir, kənardan şəklini çəkən hərbi müxbiri görmədi. Hərbi müxbir İlqarın kənardan şəklini çəkir və İlqarın xəbəri olmur. Ertəsi gün onun nar ağacı ilə çəkilmiş şəkli dünyaya yayıldı. Nar ağacı tənha deyildi. Nar ağacı tənha deyildi. Möhtəşəm bir əsərdir həqiqətən. Əsərin təhlilinə keçək. Deməli, mövzusu 1-ci Qarabağ müharibəsi fonunda Azərbaycan ziyalısının və gəncliyinin vətən sevgisi, torpaq uğrunda apardığı mübarizə. Azərbaycan ziyalısı deyəndə biz bilirik ki, İlqar universitetdə sevimli müəllimlərinin tövsiyəsi ilə müəllim işləyirdi. Bu da Azərbaycan ziyalısı hesab olunur və Azərbaycan ziyalısının və gəncliyinin vətən sevgisi, torpaq uğrunda apardığı mübarizə kimi qiymətləndirilir. Mövzusu belə, ideyasına baxaq, vətənin azadlığının hər cür şəxsi mənfəətdən, karyeradan və rahatlıqdan uca tutulması. Vətənin azadlığının hər cür şəxsi mənfəətdən, karyeradan və rahatlıqdan uca tutulması. Harda görürük? Anası soruşur ki, bəs karyera, gələcəyin, deyir ki, əgər deyir bir
ziyalının deyir torpağı deyir tapdağı altındadırsa, hansı deyir elmdən, hansı deyir karyeradan danışmaq olar? Problem nədir? Vətən torpaqları işğal altında olan bir ziyalının şəxsi karyera ilə vətəndaşlıq borcu arasında qaldığı mənəvi seçim və fədakarlıq məsələsi. Problem, vətən torpaqları işğal altında olan bir ziyalının şəxsi karyera ilə vətəndaşlıq borcu arasında qaldığı mənəvi seçim və fədakarlıq məsələsi. Janrı hekayədir, nəsrlə yazılmışdı. Janrı hekayə və nəsrlə yazılmışdı. Növü isə epik növdədir. Hadisələr yaz fəslində Novruz bayramından bir neçə gün keçmiş baş verir. Yaz fəslində Novruz bayramından bir neçə gün keçmiş baş verir. Amma desək ki, burada Novruz adət-ənənələri xeyr. Burada sadəcə Novruz adı çəkilir. Novruz bayramının adı çəkilir ki, yəni Novruz bayramından bir neçə gün sonra. Yaxşı, bəs Novruz bayramından bir neçə gün sonra məsələsi başqa hansı əsərlərdə? Aldanmış Kəvakibdə Novruzdan neçə gün keçmişdi? Aldanmış Kəvakibdə Novruzdan deməli 3 gün keçmişdi. Novruzdan 3 gün keçmişdi. Amma nədir? Hekayəti Molla İbrahim Xəlil Kimyagər, yəni Monsieur Jordan əsərində isə Novruzdan bir gün keçmişdi. Novruzdan bir gün keçmişdi. Yağışların yağmaması quraqlığa səbəb olmuşdu. İnsanların da bu səbəbdən qanı qara idi. Yağışların yağmaması quraqlığa səbəb olmuşdu. İnsanların da bu səbəbdən qanı qara idi. İlqar tez-tez qaçqın düşmüş qohumlarını ziyarət etmək üçün rayona gedərdi. Quraqlıq olsa da öz yurdunu cənnət hesab edirdi. Daha sonra İlqar universiteti bitirdikdən sonra müəlliminin tövsiyəsi ilə orada işə başlamışdı. İlqar yuxusunda tez-tez işğal olunmuş doğma yurdundakı evlərini görürdü. Axırıncı dəfə yuxusunda atasının dəfn olunduğu qəbirstanlığı görür, bircə saniyə. Və orduya qatılmaq qərarına gəlir. Anası oğlunun hərbi komissarlığa getdiyini eşidəndə təlaşlanır. İlqar tapdaq altında olan torpağı xilas etməyi alim olmaqdan, karyera qurmaqdan üstün hesab edir. Səlminaz xanım oğluna görə iftixar hissi keçirir. Burada ananın öyüdü əsərində olan kimi övladını cəbhəyə yola salan ananın hiss həyəcanları özünü göstərir. Hansı əsərdəki kimi, ananın öyüdü əsərindəki kimi. İlqar en saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyət göstərir. Daha sonra Füzulidə hökm sürən istilik əskərlərin vəziyyətini çətinləşdirmişdi. Əskərlər çətin vəziyyətdən şikayətlənmir, vətən qarşısında vəzifələrini qürurla yerinə yetirirlər. İlqar düşmən cəbhəsindəki vəziyyəti müşahidə edir və normalda istidən qorunan düşmən cəbhəsində canlanma müşahidə edir. Daha sonra İlqar düşmən cəbhəsindəkidir vəziyyəti müşahidə edir və normalda istidən qorunan düşmən cəbhəsində canlanma müşahidə edir. Daha sonra komandir əskərlərini döyüşə hazır vəziyyətə gətirir. Komandirin uzaq görənliyi nəticəsində düşmən əskərlərinin hücumuna qarşı tədbir göstərmək mümkün olur. Komandir onlara qarşı taktikadan istifadə edir. Düşmən əskərlərinə əvvəlcə atəş açılmır. Bunu görən əskərlər səngərdən çıxaraq hücuma keçirlər, düşmənə atəş açırlar. Səhəri günü İlqar Əhmədlini qərargaha çağırırlar. Bax, həmin o gün yox ha, səhərsi gün. Qərargahın rəisi polkovnik Nağıyev idi və müsbət obrazı idi. İlqar polkovnikin sualları qarşısında 1993-cü ildə baş vermiş hadisələri xatırlayır. Onların yaşadığı kənd 2 il boyunca düşmən tərəfindən atəşə tutulmuşdu. 2 il boyunca atəşə tutulmuşdu. Kəndlilərin evləri dağıdılmış, məktəblilər və kiçik yaşlı uşaqlar öldürülmüşdü. İlqar həmin zamanda baş verənləri polkovnikin xahişi üzərinə nəql etməyə başlayır. Məlum olur ki, kənddə könüllü müdafiə dəstəsi yaradılmışdı. Onların cəmi 4 avtomatı var idi. Çünki dövlət nümayəndələri qapı-qapı gəzərək hər kəsin tüfəngini yığmışdı. Əskərlər üçün. Komandirin atası ziyalı insan idi. Mürsəl müəllim gəncləri vətən uğrunda müdafiə sövq edirdi. Mürsəl müəllim.
Zeybək qızı əsərində də valideyn-övlad münasibətinə yer verilirdi. Orada əks düşüncədə olsalar da, burada oğul atanın azadlıq uğrunda mübarizəsinin davamçısı təsirinə bağışlayır. Mürsəl müəllimin səyi nəticəsində 8 avtomat və 12 əl qumbarası. Deməli, 8 avtomat və 12 əl qumbarası tapılmışdı. Hadisələr avqust ayında baş verir. Mürsəl müəllim həmin günü ailəsini İlqara əmanət edərək posta yollanır, posta gedir. Kənddə başqa yerlərdən kömək gələnə qədər kənd cəmaatı müdafiəyə qalxır. Kömək gələndən sonra düşmən hücumu sona çatır. Mürsəl müəllim ölüm xəbərini kənd cəmaatına çatdıran qonşusu Ələkbər əmi olur. Hansı ki, qolunda, çiynində çarpaz bir sarıq var idi. Bir neçə gün sonra avqustun 23-də kənd işğal olunur və kənddəki cəmaat qaçqın düşür. Polkovnik İlqarın vətən torpağına yaxşı bələd olmasından döyüşün leyhinə istifadə etmək məqsədi ilə yanına çağırmışdı polkovnik. İlqarın qəlbində azadlığa olan inam daha da artır. Son günlərdə yüksək rütbəli zabitlərin hərbi hissəni ziyarət etməsi müharibənin tezliklə başlanacağını göstərirdi. Bəli, yüksək rütbəli zabitlər tez-tez hərbi xidməti belə deyək ziyarət edirdilər. Bu da nəyinsə başlanacağına işarə idi. Hadisələr sentyabrda baş verir burada. İkinci Qarabağ müharibəsinin başlandığı vurğulanır. İlqarı briqada komandiri yanına çağırır və onun yaxşı bələd olduğu ərazilər haqqında məlumat toplamağa çalışır. Kim? Briqada komandiri. Mahmudlu kəndinə ilk hücum edən İlqarın dəstəsi olur. Komandir qəflətən hücum etdiyi üçün düşmən müdafiə oluna bilmir və əsir düşür. İlqar doğma torpaqlarının necə talandığını gördükdə kədərlənir. İlqarın uşaqlığından xatirə qalan yeganə nar ağacı idi. Nar ağacı keçmişin, kəndin həqiqi varlığının simvolu kimi verilir. Nar ağacı dözümlülüyü, inamı ifadə edir. İlqar müxbirin onun şəklini çəkdiyini görmür. Belə, bu qədər. Sağ olun, salamat qalın. Ümid edirəm ki, nəticələriniz, əgər imtahan verəcəksinizsə, nəticələriniz uğurlu olar. Əgər bu kimi videoların davamını gəlməyini istəyirsinizsə, kanala abunə olub şərh yazmağı unutmayın. Sağlıqla qalın.